Bismillahirrahmanirrahim. Və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi və səlləm təsliman kəsiran ilə yevmiddin əməbad. Hər biriniz xoş gördük, qardaşlar. Allah Azza və Cəllə sizlərə bərəkət versin. Həqiqətən də Allahı zikr etmək ən böyük nemətlərdən biridir. Allahı zikr edəriksə, Allah Azza və Cəllə də bizi zikr edər, bizi xatırlayar. Və bizim ən böyük məqsədimiz də budur ki, Allah Azza və Cəllə bizi yad etsin, bizdən razı qalsın. İnşallah bugünkü mövzumuz valideynlərə qarşı qayğıkeş olmaq, valideynlərə qarşı yaxşılıq etməkdən olacaq. Çünki müsəlman tövhiddən sonra o zaman bədbəxt olur ki, valideynlərinin üzünə ağ olsun. Allah Azza və Cəllə Quran-ı Kərimdə İsa Aleyhisselamın dilindən buyurur ki, İsa deyir ki, və barran bi validəti və ləm yəcəlni cəbbəran şaqiyyə. Deyir, o Allah məni deyir, valideynimə qarşı qayğıkeş etdi və məni bədbəxtlardan etmədi. Yəni İsa Aleyhisselam deyir ki, Allah məni anama qarşı qayğıkeş etdi və məni bədbəxtlardan etmədi. Və alimlər deyirlər ki, insan valideynlərinə qarşı qayğıkeş olmasa, buna uququl valideyn deyirlər. Yəni valideynin üzünə ağ olmaq. Əgər valideynin üzünə ağ olarsansa, bədbəxt olarsan. Baxın, Allah Azza və Cəllə Quran-ı Kərimdə hər peyğəmbərin bir sifətini deyir. Məsələn, deyir, Musa muxlis idi. Sonra deyir, İsmail vədinə sadiq idi. İdris çox doğru danışan idi. Hər peyğəmbəri bir sifətlə sayır. İsa Aleyhisselama gəldikdə deyir ki, o valideyninə qarşı qayğıkeş idi. Yəni, valideynə qarşı qayğıkeş olmaq ən böyük əzəmətli ibadətlərdəndir. Və Quran-ı Kərimdə Əhqaf surəsi 15-ci ayə, İsra surəsi 23-cü ayə, Nisa surəsi 36-cı ayə və Ən'am surəsi 151-ci ayədə Allah buyurur ki, mənə ibadət edin və valideyninizə yaxşılıq edin. Yəni, Allah Azza və Cəllə özünə ibadətdən sonra valideynlərə yaxşılığı əmr edir. Yəni, ən böyük məqsəd nədir? Bizim bu dünya gəlişimizin ən böyük məqsədi, ən böyük qayəmiz, öncül vəzifəmiz Allaha ibadət etməkdir. O əzəmətli vəzifədən sonra, ən birinci qayədən sonra Allah buyurur, valideynə yaxşılıq et. Çünki valideynə yaxşılıq edərsənsə, həm bu dünyada xoşbəxt olarsan, həm də axirətdə xoşbəxt olarsan. Və İbn Abbas radiyallahu anhuma buyurur ki, üç şeylə qəbuldur. Buyurur ki, namaz zəkatla qəbuldur. Yəni, namaz qılırsansa, zəkat vermirsənsə, artıq sənin ibadətində naqisliyin var. Yəni, zəkatı da ver ki, namazın qəbul olsun. Ona görə Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, وَقِيمُ-الصَّلَى وَأَتُوا-الزَّكَاةَ Namaz qılın və zəkat verin. Namaz qılın, zəkat verin. Harada namaz qılmağı əmr edir, ondan sonra Allah Azza və Cəllə zəkata əmr edir. Yəni, İbn Abbas deyir ki, əgər sənin namazın varsa, zəkatın yoxdursa, namazında naqisliyin var, ibadətində naqisliyin var. Sonra ikinci, Allah Azza və Cəllə Quran-ı Kərimdə özünə itaəti əmr edir, Atiullah və Atiur-Rasul. Mənə itaət edin və Rasuluma itaət edin. Deyir, əgər Allaha itaət edib, onun Rasuluna itaət etməsən, sənin Allaha itaətin doğru hesab olunmayacaq. Həmçinin də Allah Azza və Cəllə başqa bir də deyir ki, Vaşqurli vəl-validi Mənə şükr edin və valideyninizə şükr edin. Deyir, əgər valideynlərə şükr etməsən, Allaha şükr etsən, Allah sənin o şükrünü qəbul etməyəcək. Ona görə İbn Abbas deyir ki, üç şeyə bağlıdır. Birinci, namaz zəkata, Allaha itaət, Rasuluna itaət, Allaha şükür isə valideynlərə şükr etməyə bağlıdır. Yəni, valideynləri belə deyək, valideynlərə yaxşı davranmaq, onlara ihsan etmək, onlarla gözəl, belə deyək, onlara qayğı vermək, Allah Azza və Cəlləyə şükr etməkdir və Allah Azza və Cəllənin əmrini yerinə yetirməkdir. Yəni, eşidərsiniz, birrul valideyn. Birrul valideyn, yəni valideynə yaxşılıqdır. Birrul valideyn nədir? Birinci əziz qardaşlar, birrul valideyn, valideynlə gözəl söhbət etməkdir. Yəni, onunla həm söhbət olmaqdır. Biz elə bilir ki, birrul valideyn, yalnız valideyni evdə saxlamaq və onu yedizdirməkdir. Xeyr, birrul valideyn, valideynlə əyləşib, onunla söhbət etmək, onun dərdi ilə dərdlənmək, onu hal-ahval tutmaq, onunla görüşmək,
onu tez-tez ziyarət etmək, valideynə yaxşılıq bir valideyn birinci valideynlə məşğul olmaqdır. Valideynlə həm söhbət olmaqdır. İkincisi əziz qardaşlar, alimlər deyirlər ki, uququl valideyn isə valideynə qarşı yüksək səslə danışmaqdır. Valideynlə yüksək səslə danışırsansa, artıq sən uququl valideyn edirsən. Yəni valideynin üzünə ağ olursan. Yəni valideyn hətta sahabələrdən biri deyir ki, bir dəfə anam məni çağırdı və deyir, mənim anama cavab verdim. Mənim səsim anamın səsindən uca oldu deyə İsmail övladından 3 qul azad etdim. Yəni, mənim səsim anamın səsindən uca olduğu üçün. Alimlər deyirlər ki, uququl valideynə, yəni valideynin üzünə ağ olmaqlardan biri valideynlə yüksək danışmaqdır. Yəni, yüksək səslə danışmaqdır. Və yaxud valideynə əl işarəsi eləməkdir. Saxla, sən bəsdir, düz danışmırsan, yəni əllə işarə eləməkdir. Və yaxud acıqlı danışmaqdır, üz cizgilərində qəzəb ona göstərməkdir valideyn. Alimlər deyir ki, bunlar hamısı uququl valideyndir, yəni valideynin üzünə ağ olmaqdır. Həmçinin alimlər deyirlər ki, uququl valideyn, yəni valideynin üzünə ağ olmaq, valideyn danışarkən onun sözünü kəsməkdir. Yəni, valideyn danışır, ata danışır, ana danışır, sən onun sözünü kəsirsən. Və yaxud onunla mücadilə edirsən, mübahisə edirsən. Bu da uququl valideyndir. Və yaxud valideynə yalan danışmaq. Və yaxud valideyn yatarkən səs salmaq. Bu da uququl valideyndir. Valideyn yatıb, sən səs salırsan və ucadan danışırsan, alimlər deyirlər ki, bu da valideynin üzünə ağ olmaqdır. Sonra alimlər deyirlər ki, həmçinin valideyndən öncə söz söyləmək və yaxud valideyn yol gedərkən valideynin önündə getmək də uququl valideyndir. Valideyn, yəni İslamda əzəmətli bir ibadətdir valideynə qayğıkeş olmaq. Valideynin, belə deyək, valideynə itaat eləmək əzəmətli bir əmrdir. Valideynin üzünə ağ olmaq isə bədbaxtçılıqdır. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə sahabələrlə bir məclisdə sahabələrinə deyir ki, sizə ən böyük günah haqqında xəbər verimmi? Deyirlər, bəli, ya Rasulallah. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, İşraku billah və uququl valideyn. Ən böyük günah Allaha şirk qoşmaq və valideynlərin üzünə ağ olmaqdır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm başqa bir hədisdə buyurur ki, 3 şəxs cənnətə daxil olmaz. Başqa bir rivayətdə də 3 şəxsin üzünə Allah baxmaz. Deyirlər, ya Rasulallah, onlar kimdir? Deyirlər, valideynlərin üzünə ağ olanlar. Yəni, valideyn, bu sadaladıqlarımı valideynlərinə qarşı edənlər. Yəni, uca səslə danışmaq, qışqırmaq, onlara əziyyət vermək və yaxud onlarla mübahisə etmək və yaxud onlara yalan söyləmək. Və biz əksinə valideynlərimizə dua etməliyik. Valideynlərimizə təşəkkür etməliyik. Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, deginəm və qur rabbirhamhumə kəmə rabbəyəni sağira. Ey Rəbbim, valideynlərim məni uşaq ikən yetişdirib, boya başa çatdırıb deyə onlara rəhm et. Sən valideynə daim dua etməlisən. Valideynlə uca səslə danışmamalısan. Xüsusən də ana ilə. Onlarla gözəl danışmalısan. Onlarla gözəl münasibət bəsləməlisən. Onların, əziz qardaşlarım, onları övladlardan və həyat yoldaşdan önə keçirməlisən. Dəlilimiz nədir? Mağara hədisi, hər biriniz bilirsiniz. Mağara hədisində 3 şəxs daxil olur və onların hərəsinin bir əməlinə görə Allah Azza və Cəllə onları mağaradan çıxardır. Biri dedi, ya Rab, mən bir dəfə ruza arxasıca çıxmışdım, evə gec qayıtdım və qayıtdım, artıq mənim atam, anam yatmışdı və evdə uşaqlar ac idi, körpələr ac idi. Mən sütü deyir, saxladım əlimdə, gözlədim valideynlərim oyansın sübh namazına və mən onları içirdim. Və de, ya Rab, bunu yalnız sənin rızan üçün etdim. Uşaqları bir tərəfdə, həyat yoldaşı bir tərəfdə, ata-anasını gözləyib onları yedizdirir. Və de, ya Rab, bunu sənin rızan üçün etdim. Yəni, sənə görə etdim bunu. Yəni, valideynləri, alimlər deyirlər ki, həmçinin, valideynləri insan həyat yoldaşından və övladlardan önə keçirməlidir. Amma bu günlərdə isə əksinədir.
Valideyn həyat yoldaşından sonra və ya uşaqlardan sonradır. Desə mənim ailəmdir. Mənim ailəmə qarışma və s. İkinci mərhələdədir valideyn. Bəzilərin ailələrində bəlkə də 5-ci, 6-cı, 7-ci dərəcədədir. Amma valideyn hər kəsdən öndə olmalıdır. Allah və Rasulundan sonra valideyn olmalıdır. Valideynə itayət, valideynə qayğı və onların daim ehtiram etmək, onları önə keçirməkdir. Bəzi qardaşlar həmçinin valideynə infaq etmək. Valideynə infaq etmək lazımdır. Əgər valideynə infaq etmirsənsə, valideyn üçün malından xərcləmirsənsə, bu da uququl valideyndir. Valideyn üçün malından xərcləmirsən. Hətta bir sahabə gəlir, deyir, ya Rasulallah, atam deyir, mənim malımdan xərclədi. Mən nə edim? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, atan sənin malından istədiyi qədər xərcləyə bilər. Atan sənin malından, mülkündən istədiyi qədər xərcləyə bilməz. Və görürsünüz, İslamda yəni, övlad ataya zəkat verə bilməz, anaya zəkat verə bilməz. Çünki onun onsuz da haqqıdır. Yəni, sənin nəyin varsa, elə atanındır sənin, ananındır. Sənin nə mülkün varsa, o sənin atan və ananındır. Çünki onlar sənin dünyaya gəliş səbəbindir, sənin mövcud olmaq səbəbindir, sənin belə deyək, sağlam olma səbəbindir. Normal həyat yaşayırsansa, tərbiyəli bir insansansa, əxlaqlı bir insansansa, keyfiyyətli bir insansansa, bunun səbəbi sənin atan və anandır. Atan və anan səni tərbiyə etməsəydi, sənə qayğı verməsəydi, səninlə gözəl davranmasaydı, səni oxuzdurmasaydı, sən avara olardın. Sən normal insan olmazdın. Ona görə əziz qardaşlarım, malımızdan Allah üçün xərcləməliyik. Həmçinin Allah Azza və Cəllə Quran-ı Kərimdə Bəqərə surəsinin 215-ci ayəsində buyurur ki: "Qul ma anfaqtum min xeyrin felivalideyni vel aqrabin." Allah buyurur ki, sizin xərclədiyiniz xeyir valideynlər və qohumlar üçündür. Nə xərcləyirsiniz malınızdan, mülkünüzdən? O valideynlər üçün xərcləyin, qohumlar üçün xərcləyin, ehtiyac sahibləri üçün xərcləyin. Ona görə malımızdan əziz qardaşlarım, valideynlərimizə xərcləməliyik. Valideynlərimizə hədiyyələr almalıyıq. Məsələn, mən diqqət etmişəm, ərəb ölkələrində orada yaşamışam, 7 ilə qədər, 8 ilə qədər orada yaşamışam. Ərəb ailəsi çox olur. Məsələn, 7 oğul, 8 oğul, 5 qız, yəni çox ailəli olurlar. Və uşaqlar, yəni belə deyək, uşaqlar deyək, 30-40 yaşında kişilər analarına gəlib dəyməmiş axşam evlərinə getməzdilər. İşdən gəldikdən sonra gedirdilər analarına dəyirdilər, sonra gedirdilər evlərinə. Hətta vallahi billahi yəni analarının ayaqlarından öpürdülər. Rəbbimə and olsun. Anaların çox uca tuturlar. Məsələn, bizdə təkəbbürlükdür ananın ayağından öpmək, ananı yaxınlaşıb öpmək, qucaqlamaq, anacan demək. Sanki biz özümüzə yaraşdırmırıq belə şeyləri. Yəni, anamızı qucaqlayırıq. Qucaqlayırıq, əlhəmdülillah. Sadəcə bəzi şeylər var ki, yəni təkəbbürlü eləyirik həqiqətən də. Bu bizim xislətimizdenmidir? Yəni nəsə bizdə elə bir alınmır bu şey. Yəni yaxşı bir şey deyil bu həqiqətən. Yəni onlar həqiqətən də valideynlərin ayaqlarından öpürdülər. Hər gün anaların gəlib yoxlayırdılar və gedirdilər. Və anaları da belə deyək də çox gözəl yaşayırdı. Bütün övladlar vallahi billahi analarını aylıq maaşlarından pul ayırırlar ki, analarına versinlər. Ehtiyacı oldu, olmadı. Maaşımdan məsələn 15%, 20% anamındır və yaxud atamındır. Aparıb atasına, anasına təqdim edirdi. Orada məsələn görürük ki, məsələn ərəb ölkələrində çox vaxt qadınlar, qoca qadınlar belə deyək, insanlara yardım edir. Çünki pul var, kimə xərcləyəcək, ehtiyac yox, hamıya xərcləyir. Qoca qadınlar. Bəlkə siz Məkkəyə gedəndə də görərsiniz. Haramda görürsən ki, qoca arvadlar pul xərcləyir. Saudlarda yəni ərəblər pul xərcləyir. O xidmətçiyə verir, bu xidmətçiyə verir. Çünki pul var, evdə sumkalarla pul var, övladları bir yığıb, yəni paylayır. Xeyir iş görür. Yəni həmçində valideynə pul vermək, onların pul olması faydalıdır və onların pul olması, maddi durumunun yaxşı olması onların hörmətli olmasına gətirib çıxarır. Nəvələrinin yanında, qohumlarının yanında, qonşularının yanında və maddiyyət bəzən həqiqətən faydalı olur və valideynlərə verərkən. Sonra əziz qardaşlar, uququl valideyn, valideynin üzünə ağ olmaq, səfərə gedərkən onlardan izin almamaqdır. Səfərə gedərkən əziz qardaşlar, onlardan izin almalıyıq. Harasa səfərə gedirsən ümrəyə gedirsən,
və hansısa bir ölkəyə gedirsən, hansısa bir şəhərə gedirsən, get valideynlərindən izin al, izin istə. Yəni, İslamda əziz qardaşlar, ən böyük ibadətlərdən biri cihaddır. Allah yolunda vuruşmaqdır. Ən böyük ibadətlərdəndir. O döyüşə gedərkən belə valideyndən icazə almalısan. Bilirsiniz ki, bir sahabə gəldi, ya Rasulallah, mən də səninlə döyüşmək istəyirəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sənin atanan varmı? Deyir, bəli, ya Rasulallah. Ged atananla cihad elə. Başqa bir rivayətdədir, ya Rasulallah, mən atanamın gözün yaşlı qoydum, onlar mənə icazə vermədilər. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, qayıt ata və ananın yanına. Qayıt onların qəlbinə sevinc daxil elə. Onlar da məşğul ol. Bu sənin üçün cihad olar. Yəni, ibadətdə belə, ibadətə gedirsən, ibadət eləməyə, onda belə valideyndən icazə almalısan. Bugünkü gündə baxırıq, valideyn icazə, yəni belə bir şey unudulub. Bu sünnədir, əziz qardaşlar, bu sünnədir. Bizim adət-ənədə bu şeylər olub. Keçmişin kişiləri, yəni belə şeylərə diqqət ediblər. Amma indi belə şeylərə diqqət edən yoxdur. Amma deyirsən, ay ana, mən harasa gedirəm, səfərə gedirəm. İcazə verirsənmi? Səndən icazə alıram. Gör, o valideyn nə qədər xoş olar, nə qədər o valideyn fərəh duyar, nə qədər sevinər. Oğlusan, haradasın ay burada, deyirsən, məsələn, Qəbələdiyəm və yaxud deyirsən, Gəncədiyəm. Nə vaxt getmişsən, xəbərim yoxdur. Yəni, pis olur biraz. Yəni, icazə almayıb getmək biraz pis olur. Çünki sən, aleyküm salam, sən hər zaman, belə deyək, 18-20 yaşına qədər ondan icazə almırsan. 20 yaşından sonra isə icazəni tərk edirsən. Tərk eləmə, valideyn həqiqətən, yəni pis olur. Sənə deməsə də pis olur, kövrəlir, sıxılır. Sən ondan hər zaman icazə al. Valideyndən icazə istə, izin istə. İzin versə et, izin verməsə etmə. Və bunu biz Allah üçün edirik. Onların qayğısına qalmaq həqiqətən də böyük bir nemətdir. Yəni onların xidmətində olmaq böyük bir nemətdir. Baxın, Peyğəmbər sallallahu aleyhi və səlləmin sahabələri, valideynləri öləndə ağlayırdılar. Soruşurdular, ya Rasulallah. Yəni, daha doğrusu ağlayırdılar. Soruşurdular ki, sahabələri nə üçün ağlayırsınız? Çünki deyir, valideynlər cənnətdə iki qapıdır. Bir qapı ata üçündür, bir qapı da ana üçündür. Deyir, bir qapı cənnətdə mənim üçün bağlandı. Mən o qapı üçün deyir, ağlayıram deyir. Cənnətin bir qapısı mənim üzümə deyir, bağlandı artıq. Və əziz qardaşlar, Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, burnu yerlə sürünsün. Bizim dildə başı yerə batsın, başı yerə batsın, başı yerə batsın. Valideynlərinin yanında olub cənnətə daxil olmayan. Sənin iki valideynin var və sən cənnətə daxil olmursan. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, belə insanın başı yerə batsın. Burnu yerlə sürünsün. Niyə burnu yerlə sürünsün? Burnu yerinə sürünmək, indi nə olar burnu yerinə sürünür, üzü yerinə sürünür. Çünki qiyamət günü bəzi insanlar olacaq ki, Allah azza və cəllə onları üz üstə həşr edəcək. Yəni, üzü sürünə-sürünə, üzləri yerdə olacaq, ayaqları göydə. Üz üstə sürünə-sürünə onları həşr edəcək. Allah sallallahu aleyhi və səlləm deyir ki, yəni, onlar o duruma qalsın. Üzləri yerlə sürünsün, bədbaxt olsunlar. Əgər valideynləri yanında olub cənnətə daxil olmursa. Bugünkü gündə Allah akbar, valideyndən küsürlər, valideynlə aylarla danışmırlar. Baxdıqda aralarında yəni yüngül məsələlərdir, dünyavi məsələlərdir. Heç şəri məsələlər deyil ha. Yəni valideyn Allahın düşməni deyil, peyğəmbərin düşməni deyil, din düşməni deyil. Sadəcə dünyavi məsələlərdə problemlər var deyə valideynlə əlaqəni kəsmisən. Vallahi bədbaxt olarsan. Bax, bayaq dediyimiz kimi Allah azza və cəllə Quran-Kərimdə İsa əleyhissalamın dilinə deyir ki, Rəbbim məni valideynimə qarşı qayğıkeş etdi və bədbaxtlardan etmədi. Barran bi validəti və ləm yec'alni cəbbaran şaqiyyə. O məni valideynimə qarşı qayğıkeş etdi və məni bədbaxt etmədi. Valideynə qarşı vallahi billahi üzü ağlıq eləyərsənsə, valideynin üzünə ağ olarsansa, bu dünyada da bədbaxt olassan, ahirətdə də bədbaxt olassan. O Peyğəmbər sallallahu aleyhi və səlləm o şəxslərə bəddua eləyib. Valideyni yanında olmayıb cənnətə daxil olmayana bəddua eləyib. Yəni siz Peyğəmbər sallallahu aleyhi və səlləmin dualarını elə belə sanmayın, onun duaları müstəcəbdir. Vallahi nə dua edib Allah azza və cəllə onun duasını qəbul edib. Və əgər sənin yanında valideynlərin varsa və sən onların üzünə axsansa, qeyd etdiklərimizi
onlara etmirsənsə, deməli sən valideynə qarşı üzü ağ olursan. Valideynə qarşı əziz qardaşlarım, gözəl davranmaq lazımdır. Onların qayğısında dayanmaq lazımdır. Çünki valideynə qarşı qayğıkeş olmaq ən yaxşı əməldir. Abdullah ibn Məsud deyir ki, mən Peyğəmbər sallallahu aleyhi və səlləmdən ən yaxşı əməl haqqında sorğu etdim. Deyim, ya Rasulullah, ən yaxşı əməl hansıdır? Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, əs-salatu alə vaktihə. Ən yaxşı əməl namazı vaxtında qılmaqdır. Dedim, sonra ya Rasulullah, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurdu ki, birril valideyn. Valideynə qarşı gözəl davranmaq. Valideynə qarşı yaxşılıq etmək. Valideynə qarşı yaxşılıq etmək Allah yolunda cihaddan da öndədir. Təsəvvür edirsiniz. Allahın yolunda cihaddan da üstündür. Valideynə qarşı yaxşılıq etmək. Hətta rivayətlərin birində gəlir ki, bir tabiin deyir, Əbu Hureyra anası öləndən sonra həcc etdi. Anası öləndən sonra həcc etdi. Anası sağ olarkən deyir, həcc etmədi. Deyir, mən gedərəm, anam tək qalar, bunun qayğısına kim qalar? Yəni, çünki o vaxt həccə getmək ən azı bir ay yarım, 40 gün, 45 gün vaxt sərf olunurdu. Tabinlərdən biri deyir ki, Əbu Hureyra həcc etmədi. Valideyni dünyasını dəyişdikdən sonra həcc etdi. Yəni, onlar valideynə qarşı qayğıkeş olmağı, yəni bir yol valideyn nədir onu anlayırdılar, başa düşürdülər. Və o qulqul valideyn nədir? Valideynin üzünə ağ olmaq nədir? Onu da anlayırdılar, onu da başa düşürdülər. Və bugünkü gündə əksər insanların, tövhid əhlinin bədbəxt olmasının, ailəsində problemlər olmasının və yaxud kasıb olmasının əsas səbəblərdən biri valideynin üzünə ağ olmaqdır. Çünki hələ biz bir yol valideyn nədir bilmirik. Valideynin üzünə ağ olmaq nədir bilmirik. Bunu öyrənməmişik və bunu tətbiq eləmirik deyə problemlərimiz olur. Yəni belə deyək, sualdan görürük, soruşurlar, şahiddən görürük ki, nə qədər müsəlmanlar var ki, valideynlərindən küsüblər, valideynlərindən üç çevirirlər. Əlbəttə ki, qardaş, sən bədbəxt olarsan. Sənin ailəndə də xoşbəxtçılıq olmayacaq və övladlarının da bəhrəsini görməyəcəksən. Mümkün deyil görəsən. Çünki sən valideynə necə olacaqsansa, övladların da zaman gəlib, sən valideynə necə olmuşsansa, elə olacaqsan. Hətta ərəb qıssalarından olmuş hadisədir. Bir nəfər danışır ki, deyir, bir kişi olur, xəstələnir, çox xəstələnir. Oğlu görür ki, yəni xəstədir, artıq yəni çətindir də bunun vəziyyəti, baxmaq istəmir. Evdən qoxu gəlir və s. problemlər var. Götürür atasını, qoyur arabaya, aparır. Aparır. Bir yerdə dayanır. Deyir, oğlum, bilirəm, sən məni o ağacın altına aparırsan. Deyir, hardan bilirsən, ayətə, mən səni ora aparıram. Deyir, çünki bir zaman mən də deyir, valideyni aparıb ora qoymuşdum, deyir. O ağacın altına qoymuşdum. Çünki əl-cəzə min cinsil əməl. Cəza əməlin növündəndir. Sən valideynə qarşı yaxşı olmayacaqsansa, sən övladın da Allah elə eləyəcək ki, sən o acını bu dünyada yaşayasan. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah hər cəzanı gedişdirə bilir. Gedişdirə bilir. Hansı günahlar edirsən, Allah onu axirətə saxlaya bilir. Və yaxud Allah onu qəbrə saxlaya bilir. Və yaxud bərzəxə saxlaya bilir. Və yaxud diriliş günü Allah azza və cəllə o cəzanı sənə verəcək. Çünki onun kəffarəsi var da. Ya da axirətdə, o məhşərdə onun cəzasını görəcəksən sən. Ya da ki, yəni cəhənnəmə girəcəksən. Yəni cəza görəcəksən. Allah təxirə salır. Müəyyən cəzaları sənə rəhm edir, bəzən rəhm edir, bəzən qəzəbi tutur, sənin cəzanı biraz gedişdirir ki, bəlkə də ola bilsin, nə zamansa tövbə edəsən. Təxirə salmaq da bəzən neymətdir. Allah sənə anında cəza göndərmir. Amma deyir, yalnız valideynə üzü ağ olmaqdan başqa. Valideynə üzü ağ olacaqsansa, deyir, Allah onun cəzasını təxirə salmayacaq. Bu dünyada da onun cəzasını sənə göstərəcək. O acını sənə göstərəcək. Və biz bunu təcrübədən də görürük. Vallahi billahi təcrübədən də görürük. Hamımızın müəyyən qədər yaşı var. Valideynin üzünə ağ olanların halına bax, durumuna bax, vəziyyətinə bax. Normal həyat yaşaya bilməzlər. Mümkün deyil normal həyat yaşasınlar. Çünki əziz qardaşlar, valideynin razılığı Allahın razılığıdır. Bu söz elə belə sözdür. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Ridar Rab
ridal valideyn. Allahın razılığı valideynin razılığıdır. Əgər Allahın səndən razı olmağını istəyirsənsə, valideynin səndən razı olmalıdır. Əgər valideyn səndən razı deyilsə, gecə namazları qıl, gündüz oruclarından tut, malından nə qədər istəyirsən xərclə, valideyn səndən razı deyilsə, bil ki, Allah da səndən razı deyil. Vallahi billahi razı deyil. Mümkün deyil. Və valideynin qəzəbi Allahın qəzəbidir. Valideyn sənə qəzəblənərsə, Allah da sənə qəzəblənər. Çalış valideyni qəzəbləndirmə. Allahın da olsun qəzəblənir. Hədis səhihdir. Valideyn sənə qəzəbləndirsə, Allah da sənə qəzəblənəcək. Çalış valideynindən daim dua istə. Ondan dua istəsən, qardaş. Yalvar, yaxar, ana, mənə dua et. Mənə Allahdan xeyir, bərəkət istə, sabitlik istə. Yalvar ona, sənə dua etsin. Çünki valideynin duası müstəcəbdir. Sənin valideyninə ehtiyacın var. Sənin valideynin sənə köməyinə ehtiyacı var. Valideyn sənə kömək eləməlidir. Nəylə? Duası ilə. Sən ondan dua al. Allah üçün sənə dua etsin. Sənə Allahdan bağışlanma diləsin. Valideyn də Allah Azza və Cəl onların qədrin əzəmətli tutub. O Rəbdir. Əzəmətli bir Rəbdir. Necə ki, Taha surəsində keçir, Musa və Harun gəlir Fironun yanına. Musa deyir ki, Qalə fəmən rabbukuma ya Musa. Deyir, ey Rəbbim, eydir Musa. Sizin Rəbbiniz kimdir? Musa da deyir ki, mənim Rəbbim hər şeyə öz xilqətini verən, aləmlərin Rəbbi olan Allahdır. Hər şeyə öz xilqətini verən. Yəni, insanı yaradan, ona sifət verən, göz verən, qaş verən, ağız verən, burun verən və orqanlar verən və bütün heyvanları yaradıb onlara şəkil verəndir. Yəni, belə bir Rəbbi sən qəzəbləndirirsən. Səni ana bətnindən heç nə anlamadığın halda dünyaya gətirən, səni ruzlandıran, sənə ana və ata qayğıkeşi verən Allahı qəzəbləndirirsən. Valideyni qəzəbləndirməklə. Ona görə valideyni qəzəbləndirmək, əziz qardaşlarım, olmaz. Qadağandır. Allahın qəzəbinə duçar olmaqdır. Və cənnətə daxil olmamaqdır. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Buxarıda keçən hədisdir. Valideynin üzünə ağ olan cənnətə daxil olmaz. Valideynin üzünə ağ olan cənnətə daxil olmaz. Mümkün deyil daxil olasan. Alimlər, İmam Nəvavi deyir ki, alimlər ittifaq ediblər ki, birrul valideyn, valideynə yaxşılıq etmək fərzdir. Dir ənnə birrəl valideyn fərdun. Valideynə yaxşılıq etmək fərzdir. Valideynin üzünə ağ olmaq minəl kəbəirdir. Dir, bizəlikə bir icma. Dir, bu icmadır, icma. Yəni, qəti dəlildir ki, valideynin üzünə ağ olmaq zina etmək kimidir. Zinadan da böyük günahdır. Şərab içməkdən də böyük günahdır. Və digərlərindən də böyük günahdır. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm nə buyurur? Sizə ən böyük günah haqqında xəbər verilməlidir. Bəli, ya Rasulullah deyir, Allaha şirk qoşmaq və valideynin üzünə ağ olmaq. Və ən böyük əmr nədir? Allah Azza və Cəllə buyurur ki, mənə ibadət edin və valideynlərinizə yaxşı davranın. Ən böyük əzəmətli əmr Allaha ibadət etməkdə də deyil. Sonra isə Allah valideyni qoşur ora. Və valideynə yaxşılıq elə. Sonra bu tərəfdə ən böyük günah zikr olunur. İkinci isə valideynin üzünə ağ olmaq. Yəni, həlak edici günahdır. İnsan həlak olur. Yəni, insan məhv olur. Ona görə, əziz qardaşlarım, valideynimizə qarşı qayğıkeş olsaq, vallahi, billahi, tallahi, Allah bizim halımızı islah edər. Allah Azza və Cəllə bizi müvəffəq edər ki, ibadətlərimizi də gözəl şəkildə yerinə yetirək. Allah bizim bəsirətimizi açar, qəlbimizi açar. Allah Azza və Cəllə bizi qəflətdən oyadar. Yəni, biz qəflətdəyik. Həqiqətən biz qəflətdəyik. Yəni, bizim belə deyək, nə qədər biz qəflətdəyik, nə qədər birimiz daha çox qəflətdədir və bir az qəflətdədir, yəni, onun ibadətinə bağlıdır. Onun Allahla münasibətinə bağlıdır. Yəni, biz
belə olmaqla, belə günahlar etməklə vallahi billahi Allahdan uzaqlaşırıq. Allah Azza və Cəllə bizi özünə yaxınlaşdırmır. Biz qəflətdə olduqca Allah bizi uzaqlaşdırır. Amma biz itaət edib Allaha yaxınlaşdıqca Allah bizim qəlbimizi açır. Allahı görürmüş kimi ibadət edirsən. İtaətdən sonra vallahi billahi qəlb genişliyi olur, və rahatlıq olur və sevinc olur, xoşbəxt olursan. Amma günahlardan sonra hər biriniz bilirsiniz ki, vallahi billahi qəlb sıxılır və insanın, belə deyək, güzaranı olmur. Rahat ola bilmir. Nə edirsən et, rahatlıq tapa bilmirsən və bu mümkün deyil. Ona görə əziz qardaşlarım, valideynimizə qarşı qayğıkeş olmalıyıq, onlara diqqət etməliyik. Bir rul valideyn nədir, onu öyrənməliyik və hüququl valideyn nədir? Yəni valideynin üzünə ağ olmaq nədir? Onları bilməliyik. Necə ki, kişinin qadın üzərində onun haqqları var, məsələn 10 haqqı var. Qadının kişi üzərində onun haqqı var, məsələn 7-8 haqqı var. Bunları bilirsən, öyrənmisən. Amma valideynin haqqını da öyrənməlisən. Bir rul valideyn nədir? Öyrən, yaz, bax. Çünki əzəmətli əmrdir. Və valideynin üzünə ağ olmaq nədir? Yaz, bax və onları həyatında tətbiq elə. Vallahi gör necə xoşbəxt olursan. Necə güzaranın düzəlir, ruzun artır və ömrün çoxalır. Valideyni həqiqətən də yaxşılıq etmək insanın ömrün uzadır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sizdən kim qohumluq əlaqələrini uzadarsa, yaxşılaşdırarsa, Allah onun ömrünü uzadar. Ən yaxın qohum da kimdir bizə? Anamız və atamız. Anamıza, atamıza qarşı yaxşı olağın. Allah da bizim ömrümüzü uzatsın və ruzumuzu bol eləsin. Bu qədər əziz qardaşlar, Allah bizə faydalarını etsin. Subhanallah və bihamdik, əşhədü ən la ilahə illə ente, estəğfiruka və etûbü ileyk.